Hər birimizin zəfərimiz mübarək. Bugün biz bu torpaqların üzərində qədəm qoyub gəzirik. Nəfəs alırıq. Bugün kəndimizdəyik. Çox xoşbəxtlik, sevinirik. Bunun üçün borçluyuq. Canını qurban vermiş şəhidlərimizə. Ayağını, qolunu, qıçını, bədənin hər hansı bir hissəsini itirmiş qazilərimizə. Və bunların dərdini çəkən analarımıza. Allah hamısına səbir versin, can sağlığı versin. Bayramınız mübarək. Başqa sözə yer yoxdur da. Hamının bayramı mübarək. Salam hörmətli Abdal Gülablı cəmaatı. Bayramınız mübarək. Allah həmişə bu iki kəndin sakinlərinə toy bayram qismət eləsin. Bugünü bizə bəxş edən Allahımıza şükür və yerdə şəhidlərimizə Allah rəhmət eləsin, onların ruhu qarşısında baş əyirik. Allah qazilərimizə can sağlığı versin, ömür versin, sağlam yaşasınlar. Allah qismət eləsin, qayıdıb gəlib bu kənddə biz yaşayaq, cavanlar da qursun, yaratsın. Və bayaq Şəhla müəllim də dedi, mən də onun sözlərinə qoşuluram. Nigar xanım, sizə, Qabil bəyə dərin təşəkkürlər bu təşkilatçılığa görə. İkinci dəfədir mən sizin təşkilatçılığına olan bu məclisdə iştirak edirəm. Başda siz və o əziyyət çəkən o xanımlar, bəylər, kimlərsə əziyyəti var, hamınıza təşəkkür edin, hamınız əziyyətinizi halal edin. Bir daha öz adımdan, ailəm adımdan sizə, Habilə və adını bilmədiyim, burada əziyyət olanların hamısına təşəkkür edirəm. Sağ olun. Çox hörmətli Abdal Gülablı cəmaatı, hamınızı salamlayıram. Bugün mənim üçün çox qürur verici bir gündür, qürur verici bir hissdir ki, mən burada iştirak edirəm. Düzdür, mən əslən Gülablı deyiləm, amma Gülablı gəliniyəm və bununla fəxr edirəm. Nə yaxşı ki, mən Gülablı gəliniyəm. Və mən bu bayram münasibəti ilə hər birinizi təbrik edirəm. Ən əsas milli ordumuza çox sağ ol, minnətdar olduğumuzu bildiririk. Hörmətli prezidentimizə başda olmaqla Müzəffər Azərbaycan ordusunu bir daha salamlayırıq, çox təşəkkür edirik. Qazilərimizə Allah can sağlığı versin, şəhidlərimizə Allah rəhmət eləsin. Və bugün biz onların sayəsində 30 ildən sonra öz kəndimizdə belə bir tədbir keçiririk və arzu edirəm ki, inşallah gəlib burada yaşamağı hər birimizə qismət eləsin və 30 il bunu gözləmişik. Mən hər səhər duranda kaş ki sözləri ilə açmışam səhəri, kaş ki bugün belə bir gün olaydı, biz Gülablıya gedəydik və çox şükür ki, bugün şükür sözü ilə bitiririk. Hər birinizə bir daha bayram münasibəti ilə təbrik edirəm, sizə uzun ömür, can sağlığı və bir daha kəndimizdə yaşamaq arzulayıram. Bir daha sizi xoş gördük, hörmətli kənd sakinlərimiz. İndi mən sizinlə Gülablı Orta Məktəbinin müəllimi kimi müraciət edirəm. Bugün mən çox sevincliyəm, fərəhliyəm ki, doğma kəndimizdə Zəfər Bayramının 5 illik yubileyini keçiririk. Bunun üçün bu tədbiri hazırlayan, təşkil edən, keçirən, təşkilatçı insanlara, təşkilat komitəsinə, xüsusi olaraq yenə də Nigar xanıma və Habil qardaşımıza, Habil balamıza təşəkkürümü bildirirəm. Mən fəxr edirəm ki, nə vaxtsa bu şagirdlər və Nigar kimi, Habil kimi adlarını deyə bilmədiyim yüzlərlə şagirdlərimizin müəllimi olmuşam. Və bugün fəxr edirəm ki, onlar harda olurlarsa olsunlar, öz Gülablı adlarını, Abdal Gülablı soraqlarını
ləyaqətlə, şərafətlə davam elətdirirlər. Həmişə fəxr eləmişik və bugün də fəxr edirik ki, bizim bu cür gözəl gənclərimiz, cavanlarımız və bizim yolumuzu davam etdirən gözəl insanlarımız var. Biz Gülablı məktəbində yeni həyata başlayarkən elə bilirəm ki, mən olmasam da davam edəcək bu gözəl məktəbimizdə bizim qabiliyyətli, bacarıqlı, dövrün zamanın tələbinə cavab verən şagirdlərimiz yetişəcəkdir. Mən buna əminəm. Bugün bizə bu xoşbəxt günləri yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şanlı ordumuza can sağlığı arzulayıram. Arzu edirəm ki, Ali Baş Komandanımızın bayrağı altında müstəqil Azərbaycanımız daha uca zirvələrə qovuşsun. Dünyanın ən möhtəbər, ən tanınmış, adlı sanlı dövlətlərindən biri olsun. Biz artıq bu yoldayıq və əminəm ki, dünyanın ən tanınmış ölkələrindən biri də müstəqil Azərbaycan Respublikası olacaqdır. Bunun artıq növrəsi vardır. Ali Baş Komandanımızın sayəsində, Cənab Prezidentimizin sayəsində biz bu uğurları müvəffəqiyyətlə davam etdirəcəyik. Çox sağ olun.